sehr və cadudan, paxıllıqdan, kin-kudurətdən, pis nəfsdən və nəfəsdən qorunmaq üçün Fələq surəsini oxuyaq. Hələ bircə indi oxuyaq. Bismillahirrahmanirrahim. Qul ə'udhu bi rabbil fələq. Pənah aparıram sübhün Rəbbinə. Allah Peyğəmbərə buyurur, de, pənah aparıram sübhün Rəbbinə. Min şərri ma xələq. Yaratdıqlarının şərindən, yəni insanların, cinlərin, vəhşi heyvanların şərrindən Allaha pənah aparıram. Və min şərri qasiqin izə vəqəb. Zülmətdə, qaranlığa bürünməkdə olan gecənin şərrindən Allaha sığınıram, Allaha pənah aparıram. Çünki gecə çox müdhiş, çox qorxulu, çox vahiməli bir dənə gecə olur. Zülmətdə bürünmüş olan gecənin şərrindən Allaha pənah aparıram. Və min şərrin nəffasati fil uqad. Ofsun oxuyub, düyünlərə üfürən, cadu edib iplərə düyün vuran qadınların şərrindən Allaha sığınıram, pənah aparıram. Və min şərri hasidin izə həsəd. Və bir də paxıllığı tutan paxılların şərrindən Allaha pənah aparıram. Həsəd eləyənlərin həsədindən Allaha sığınıram. Ona görə oruç tutun ki, için təmizlənsin. Oruç tutaq ki, içimiz təmizlənsin. Şeytanın beli bükülsün. Şeytanın üzü qaralsın.